məmur vəzifəsində çalışıram, artıq rüşvət alma. Müəllim, sizin gənclərlə aranız necədir? Dəstək olursunuz? Yüksək səviyyədə onları mütəmadi olaraq bizim idarəyə çağırılırlar. Onlarla işlər görülür, onlara sertifikatlar verilir, onlara diplomlar verilir, hansı ki onların işıqlı gələcəyində böyük rol oynayan diplomlar, sertifikatlar. Mən həmişə gənclərə dəstəyəm. Bağışlayın müəllim, narahat eləmirəm ki. Nədir yenə? Deməli müəllim, bizə yuxarıdan tapşırıq gəlib ki, Mərkəzi Parkın yanındakı o baş ərazi var, ora min ağac əkək, 100 işçi nəzərdə tutulub, hər işçiyə də 40 manat deyiblər. Burada nə var ki? Necə eləyək? Yaxındakı institutların birinə geyib, o dekanatlıqla danış, bir 200 manat ver, 150-200 tələbəni töksünlər ora, əkin, dağıdın oraları, denən ki, aksiyadır, xeyriyyə aksiyasıdır, təbiətin mühafizəsi aksiyasıdır. Bəs salam, burada nə var ki? Bu işlə yanaşı bir dənə də deyiblər ki, qəbirstanlığı da təmizləyək, onu necə eləyək bəs? Elə həmən o tələbələri maşına doldur, aparın ora, qoy təmizləsinlər də. Bəs salam, nə var ki orada? Müəllim, bir də yeni villanıza 10 kamaz kubik gəlib, fəhlə daşımalıdır onu. Hansı şirkətlə danışım ki mən? Az şirkət nədir? Az sən məni böyrüsə qoymaq istəyirsən. Az birinci gündə məndən işləyirsən sən. Az elə həmən o nədir o, qavrsanlıqla mənim o təzə tikilən villamın arası 500 metrədir. Apar, kök onları ora, denən ki, burada qocalar evi tikilir. Aksiyadır, köməklik lazımdır. Belə qoy, bas qoy işləsinlər. Axırda bir sertifikatdan zatdan verərik, güya ki, xeyriyyə işlərində fəal iştirak elədiklərinə görə. Vəssalam. İnstitut razı olar ki, buna müəllim? İndi 200 vermə, 500 ver. Niyə razı olmurlar? O qədər işlərini aşıtmışıq. O institutun rektoru, institutun qabağında özünə kafeyə zad eləmək üçün gözümü yumdu, mən heç yerə baxmadım. Veri. Müəllim, bəs yeyib içməyi necə eləyək? Yemək, içmək. Neçə nəfər? 200 nəfər. Gedirsən yaxındakı dönərxanaya, denən ki, icra hakimiyyətindən gəlmişəm, burası çökülür. Danışsa, denən ki, biz 200 dənə dönər eləsinlər. Götür gəlib versinlər ən ucuz şeydə özdə. Mənə bax, o tələbələr başlamasın, ki, mən burada soğanlıdır, nə mayonezsiz olsun. Elə sudakı, elə qəbirstanlığın içində o yuvat yerindən, axan krantdan içərlər. Vəssalam, belə. Bir də müəllim, o sertifikat dediniz, ora nə yazım ki mən? Nə yazdırım? Deməli, bu ağac əkən gənclərin sertifikatına yazırsan ki, ilin ən yeni nəfəs verən gənci. Bu qavrsanlıqda işləyənlər orada sertifikat verirsən ki, ilin ən təmizkar gənci. Bu villanı da, o qocalar evini tikənlərin də yazırsan ki, ilin ən xeyrxah gənci. Məsələn, burada nə var ki? Anladım. Yeri, məşğulamı yeri. Gəl mənə addım. Müəllim, sizin incəsənətlə aranız necədir? Gözəl. Bir çox incəsənət adamlarına dəstək olmuşam. Mən xüsusən də rəqqasələrə mən həmişə dəstək göstərmişəm. Bəs müəllim, sizdə necədir? Mən özüm çox musiqiyə həssas bir insanam, qadağım. Mən musiqi səsi gələndə mən çalışıram ki, onun kökünə gedim. Deməli, bir gün yanıma bir cavan oğlan gəldi. Düzdür, anasının köynəyə giymişdim. Bir musiqi ilə bağlı dəstək istədim. Deyim nətər olur. Necəsindən, nə var, nə var? Həkimzadsan, de gör nəyə gəlirsən, hə? Üzrlü sayın, sizdən narahat edirəm. Sizdən bir xahişim olacaqdı əslində. Nə? Mənim adım Cavanşirdir, mənim 26 yaşım var. Yox, Babəkdir bunlar. Hə, deyil, sözüm canımdır. Üzrlü sayın, musiqiçiyəm mən, konservatoriyanı bitirmişəm. Sadəcə eşitdiyim qədərilə siz də biraz mənim kimi gənclərə dəstək olmusunuz. Ona görə sizin yanınıza öz tutdum ki, bəlkə mənə də dəstək olmaq istəyirsiniz.
nə bilim, belə çox yüngül mənə dəstək lazımdır. Elə mi? İmkan olsa. Deyirsən oxuyansan, var ya. Bəli, mən musiqiçiyəm, özü də 3 oktava səsim var. Demək olar musiqi ilə professional. Aftava nədir? Avrın olsun, gəlirsən görüşək. Yox, mən aftava yox, oktava. Bəli. Nəysə. Bir dur oxu görün. Nə oxuyum, qoyum. Yaxşı. Necə qəşəng mahnı olsun. Sevgilim, göz görüp gönül sevip seni inan. Sevgilim, göz görüp gönül sevip seni inan. Ot. Axırda quşladın deyən. Bu tanıyıram da ama bu bilirsən də Rəşidin mahnısıdır. Bəli, nə yaxşı tanıyırsınız. Rəşid Maqamayevi tanımayan özünü tanımır. Rəşid Behbudov. O Üzeyir Behbudov be. Düzdür. Heç gün nə dedim? Bu TikTok'da izləyicin nə qədərdir? İstifadə edəmirəm mən sosial şəbəkələrdə istifadə edəmirəm. Mənim fikrimcə, mənim zövqümcə sənətkarın TikTok olmalıdır. TikTok'da onu izləyən olmalıdır. Düzdür. Buradan çıxan kimi açacağam mən. Mütləq aç. Bax, gəbərib göstərim sana. Bax. Bax, bunların hamısına mən dəstək olmuşam. Bax, ağzıma girmə, ha? Üzr sayma. Deyən ananın köydən geyirsən, ha? Görsən, baba, saya bax. Mənim zənnimcə sənətkarlıq budur. Bax, buna mahnının sözlərini mən yazmışam. Eşitmişsən bu mahnını? Atışmamış əlimdən yapış ceylanım sözə bax. Sözdə dərin mənaya bax. Atışmamış. Əlimə yapış ceylanım. Sonra deyən görmə. Bu nə vaxt əməliyyat eləyib? Yaxşı, get bir şey fikirləşərsən. Ema! Mən nə edeyim, gözləyim sizdən nəsə yoxsa? Yox, nəyə gözlürsən? Gözləmədən bir şey çıxmayacaq. Zəngiləcəklər sağa, geri. Çox sağ olun. Sevgilim, yox bir. Həm olmuş telefonu bana. Bu nə vaxt əməliyyat eləyib? Qayda sizin kimilər üzündən bizim show biznes bu gündədir. Vahi. Nə olub bizim günümüzə?